Axşamınız xeyir. En müqəddəs bayramlarımızdan biri bu bayramdır. Ordu təzəcə yaranmışdı. Zeynalabdin Tağıyev Qız Qalasının yanından üstten aşağı düşürmüş. Görür ki, bir dəstə milli Azərbaycan əskəri marşından yuxarı qalxır. Düşür faytondan, həmişə cibində qızıl gəzdirərdi. Ciblərindən qızılı çıxarıb əskərlərin başına səpir. Və deyir ki, ölmədik, o günü gördük. Bəli, Azərbaycanın tanınmış çox böyük şəxsiyyətlərindən biri Zeynalabdin Tağıyevin sevinci bugün bizim sevincimizdir. Və ordu varsa yurdum var. Bu həqiqətdir. Bugün biz o böyük bayramı qeyd edirik. Mən özüm Cəbrayıldanam. O yurdu dağılmış, viran qalmış. 500 evdən bir dənəsi salamat deyil. Hətta toyuq salmağa belə yeri yoxdur. 3 dəfə getmişəm kəndimizə. Uşaq çağlarımı, ayaq izlərimi axtarmışam. Gəncliyimi itirdiyim yerləri gəzmişəm. Və sağ olsun böyük Ali Baş Komandanımız bütün dünyaya müqavimət göstərərək bu həqiqətdir, danılmaz həqiqətdir. Torpaqlarımızı özümüzə qaytardı. Ermənilərin o böyük havadarların hamısını susturdu. Bu böyük qələbə idi. Və milli ordumuz isə igid əskərlərimiz, şəhidlərimiz, qazilərimiz ömrümüz boyu biz onlara borçluyuq. Onların qanı ilə yoğrulmuş vətən torpağının övladlarıyıq biz. Və hamımızı bir daha bu bayram münasibətilə təbrik edirəm. Və bugün mən bir şeir oxumaq istəyirəm. Əsir Harayı mövzusunda romanım var. Cəmilə adlı povestim var o mövzuda. Və çoxlu şeirlərim var. Onlardan birini vaxtilə Qazax rayonundan olan bir ananın şəhid oğlunun şəhidlik günü, dəfn günündə toy çaldırması və orada özünün belə oynaması mən deyərdim ki, şəhid anaların simvoluna çevrilib. Mən də o münasibətlə bir yazı yazmışam. Qazaxda bir ana var. Çəkir taleyinin qəm karvanını, içində közərən ruhu oynuyor. Şəhid anasıdır analar başı, bütün anaların şahı oynuyor. Gör necə oynuyor oğul toyunda, oynuyor oğlunun yerine ana, oynuyor bir ana şəhid oğlunun sevdiği havanı hey yana yana. Qısları özünün deyil elə bil, oynuyor qırılan dibindən qırıq. Dağ boyda ürəyi çəkir dərdini, ölür sinəsində neçə hıçqırıq. Ağ hörüb saçının qarası yoxdur, gözləri yol çəkir yolun ağında. Bir ana laylası donub içində, uçulub dünyası can otağında. İçində dünyanın harayı yatır, o meydan oxuyur ölümə qana. Saxlayır dünyanın hər qatarını, bir ana oynayır hey yana yana. Qaldır bayrağını, sülh göyərçinim, ağ geyin, qaranı çıxar ayana. Qoyma ümidləri sönsün dünyanın, qan qada dünyanı yıxar ayana. Çəkir taleyinin qəm karvanını, içində közərən ruhu oynuyor. Şəhid anasıdır analar başı, bütün anaların şahı oynuyor. Sağ olun.